Əziz tələbələr, baxırıq mətn sualına. Mətnin məntiqi təhlil sualında ABSD tələbələrdir və fənlərdə, hansı fakültələrdə oxuyurlar. Birinci bənddə deyir, B ya fizika ya da hüquqda oxuyur. B ya fizikada ya da hüquqda oxuyursa digərlərinə minus qoyuram ki, həqiqətən onlarda oxumur. Minus qoyduq. D və Y qızlardır. D, Y-nin üzərinə Q yazıram, Q hərfi. Digərlər deməli, oğlandırsa Q yazıram ki, yəni kişidir bunlar. Riyaziyyatda oxuyan qız deyil. Riyaziyyatda oxuyan qız deyilsə, qızlara minus qoydum riyaziyyata. Fizika və tarixdə oxuyan oğlandır. Fizika və tarixdə oxuyan oğlandırsa, fizika və tarixdəki qızları silirəm. Düz. Deməli, D qız bir dənə oxuya bilər hüquqda. Çünki digərləri alınmır. Hüquqa hamısına minus qoyuram. Bir dənə qaldı Y üçün kimya. Bunları dairəyə alıram, daha rahat görə bilim. Kimyanın digərlərində minus qoydum. B-yə də bir dənə qaldı fizika. Düz. Bunları da minus qoydum. Məndən soruşur, kimyada oxuyan kimdir? Kimyada oxuyan Y-dir. Düzgün cavabımız A bəndi.